Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Mais Mirzəcanov adına Yuxarı Lüvəli Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 8A sinif şagirdi Məmmədova Aytən. Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumilli lideri Heydər Əliyevin 2001-ci il 23 may tarixli fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi Nazirliyin qarşısında duran başlıca məsələlərdir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Xalqımızın ümumilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bugün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Bugün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib. Bioloji müxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub. Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə ekologiya ili elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Azərbaycanda intensiv olaraq meşə bərpa tədbirləri aparılır. Yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağac əkmə aksiyaları həyata keçirilir. Ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır. Təkcə ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1605 hektarında əkin və səpin işləri aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşə bərpa işlərinin aparılmasıdır və həmin istiqamətdə həyata keçirilən layihələrdir. Ötən il 100 hektara yaxın ərazidə yeni meşə zolaqlarının salınması və meşə bərpa işləri aparılıb. Bu ildə 100 hektara yaxın ərazidə həmin tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Ölkəmizdə həyata keçirilən reintroduksiya layihələri azad edilmiş ərazilərdən də yan keçməyib.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsit çay və Qaragöl dövlət təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı dövlət təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Biz də öz növbəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq. Dəyərli radio dinləyicilərimiz, bu həftənin sonuncu buraxılışını yekunlaşdırdım. Biz də öz növbəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq. Dəyərli radio dinləyicilərimiz, bu həftənin sonuncu buraxılışını yekunlaşdırdım. Növbəti efirdə görüşənədək sizlərə xoş istirahətlər arzulayırıq.